Hamıya salam. Deməli bugün sizə Mount & Blade Warband oyunu yüklənməsini göstərəcəm. Bu oyun əslində pullu oyundur. Steamdə dəqiq qiymətini bilmirəm, arada $5 yaxın olmalıdır. İnternetdə bəzi yerlərdən tapa bilərsiniz. Prosta bu çox əksəriyyəti viruslu olduğuna görə kompüterimizə problem yaradacaq. Mən sizə normal bir dənə sayt deyəcəm. Açıqlamaların linkini də qoyarım. O saytdan problemsiz bir şəkildə yükləyə bilərsiniz. Deməli ilk əvvəl browser, kompüterdə hər hansı bir browserə girəsiniz. Fərqi yoxdur. Google Chrome da ola bilər, Microsoft'un öz browseri də ola bilər, heç bir fərqi yoxdur. Sizə verəcəyim linkdən gəlirsiniz bu sayta, Game Zone-a. Buradan baxın, paylaşımlardan oyunlar var. Oyunların yanında bir dəqiqə online oyunlar seçərsiniz. Mount & Blade Warband çünki online oyun olduğu üçün həmin kateqoriyaya girir. Burada bir xeyli oyunlar var, hansı ki sizin bildiyiniz maraqlı oyunlar da var. Counter-Strike da var, Counter-Strike Go, aha, bu. CSGO da var. Bir xeyli oyunlar, Medal of Honor, bu da qəşəng oyundur, bunu da oynaya bilərsiniz. Əksər yəni ki, mən hələ ki bu saytda bir problem görməmişəm. Yaxşı saytdır. Liboy oyunu buradan yükləyə bilərsiniz. Özü də Google Drive üzərindən yükləyir. Yəni torrent kimi proqramlara ehtiyac yoxdur. Promo Drive-dan yüklədiyi üçün əlavə ikinci bir proqrama ehtiyac yoxdur. Son of the Forest. Bu da qəşəng oyundur. Yəni prosta biz Warband göstərəcəyim üçün deyirəm, Warband. O bir oyunlarda yükləmə qaydası başqa oyundur. Buradan oyuna getdik. Burada oyun haqqında bizə məlumat verir, oyunun şəkilləri falan filan var. Yəni bu həqiqətən çox gözəl oyundur Mount & Blade Warband. İndi daha ikisi çıxıb, Bannerlord çıxıb. Bannerlord daha biraz yüksək versiyasıdır. Bu Warband da cahilələrin oyunudur. Burada sistemimizin deyir ki, minimum bu oyunu oynamaq üçün minimum sistem nə qədər olmalıdır? Ekran kartı 128, RAM 1 GB. Mən bildiyim qədər bir dəqiqə belə bir sistemdə kompüterə qalmayıb. Mühəyyən bundan qalan kompüterdə belə oynaya bilərsiniz. Burada iki dənə options var. Birinci deyir ki, Napoleonik və nativ modlar. Bunlar nədir? Oyunun öz modlarıdır. Bu oyunun bir xeyli modu var. O modlardır. Bu prosta nativ 824 MB olan prosta nativ modudur ki, nativ oyunun ən birinci modudur, Prostoy modudur. Yəni ilk senaryo nativ senaryosudur. Ondan sonra gəlir Viking modları var, Napoleonik də var. Problem yoxdur. Ürəyiniz hansını istəyir, yükləyib oynaya bilərsiniz. Hamısının yüklənmə qaydası eynidir. Mən nativi yükləyəcəm. Nativ Prostoy olduğu üçün, yəni birinci olduğu üçün nativi yükləyəcəm. Bura promo oyuna yükləmə dediyimiz üçün bizə bir soru o bir səhifəyə atır Google Drive-a. Biz deyirik ki, yüklə. Bir dənə də atacaq ki, bunu yükləmək istəyirsiniz. Yəni proqram yükləyəndə Windows Defender onu eləyir. Əvvəlcə o proqramı bir tarayır ki, bu zərərlidir, yoxsa yox. Prosta burada Google Drive bizə məlumat verir ki, bu yükləmək üçün bunun həcmi çoxdur. Mən taraya bilmirəm bunu. Sən deyirsən ki, problem yoxdur, yenə də yüklə. Promo yükləyir. Mən yüklədiyim üçün indi təzədən yükləməyəcəm. Məndə var, prosta sizə göstərmək istədim. Mən buradan bunu pause eləyirəm, çıxıram. Bax, sizə belə bir şey gələcək. RAR dosyası gələcək. RAR dosyasının içini açırıq. Oyunun faylı. Yəni böyüdüm, yaxşı görəsiniz. İkinci şeydə də Mount & Blade Warband. Oyunun öz dosyasına giririk. Burada şey var. Mount & Blade Warband exe. Exe faylı ümumiyyətlə bütün fayllarda yükləmə faylıdır. Liboy bir şeydə, yəni exe faylı varsa zip dosyasının içində. Exe-də yükləmək üçündür. Exe-yə vurursunuz, yüklənir oyun. Məndə olduğu üçün yükləməyəcəm. Məndən bu qədər. Sizə tam göstərdim ətraflı bir şəkildə. Necə yükləmək lazım olduğunu. Baxın, məndə də hal-hazırda altda var. Problemsiz bir şəkildə oynaya bilərsiniz.